İndi çoxalma ontogenezin birinci hissəsindən, yəni mitoz və meyoz bölünmə olan hissəsindən testlərə baxırıq. 110-dan sonra ilə davam edirik. Baxırıq 111-ci suala. Bizə deyir ki, insanın toxumluğunun yetişmə mərhələsində bir başlanğıc cinsiyyət hüceyrəsindən əmələ gəlmiş qametlərdə xromosomların cəmi neçədir? Toxumluğun yetişmə mərhələsində qametlər necə yaranırdı, onu yadımıza salaq. Bir hüceyrə daxil olurdu. Bu bir hüceyrədən 4 ədəd hüceyrə alınacaq. Və bu 4 hüceyrənin hər biri qamet olacaq. Heç burada yenidən yazmıram, amma bura belə quyruq kimi qoyaq. Yəni bunların hamısı spermatozoid olacaq. Deməli, biz artıq bildik ki, bir başlanğıc cinsiyyət hüceyrəsi olanda sonda 4 dənə qamet əmələ gəlir. 4 vurulsun. Bizdən nəyi soruşur? Qametlərdəki xromosomların cəmi neçədir deyir. Biz bilirik ki, bir dənə xromosomda olan, daha doğrusu bir dənə qametdə olan xromosom sayı 23-dür. Onda biz 4 dənə qametdə neçə olacaq? 92. Keçək 112-ci suala. İndi isə bizə deyir ki, insanın yumurtalığının yetişmə mərhələsində bir başlanğıc cinsiyyət hüceyrəsindən əmələ gəlmiş qametlərdə xromosomların cəmi neçədir? Yumurtalığın yetişmə mərhələsində isə bir hüceyrə daxil olurdu yetişmə zonasına. Yenə 4 hüceyrə yaranacaq. Ancaq bu 4 hüceyrənin 3 dənəsi yönəlci cisimciklər olurdu. Bir dənəsi qamet olurdu. Yəni bu bir dənəsi yumurta hüceyrə olaraq inkişaf eləyəcək. Yəni biz birin birə nisbətində götürəcəyik. Bir başlanğıc cinsiyyət hüceyrəsi olanda bir dənə də qamet yaranır. Bizdən yenə soruşur ki, əmələ gəlmiş qametlərdə xromosomların cəmi neçədir? Bir dənə qamet yaranacaq. Onda da 23 dənə xromosom olacaq. 1 vurulsun 23, elə 23 olacaq yenə xromosom sayımız. Keçək növbəti suala. 113-cü suala baxırıq. Bizə deyir, mitoz bölünmənin metafaza mərhələsində hüceyrəsində 52 xromatid olan heyvanın qametində neçə xromosom olmalıdır? Əvvəlcə gəlin mitoz bölünmənin fazalarını yazaq. Profazada 2n4s, metafazada 2n4s, anafazada 4n4s, telofazada isə 2n2s olur. Bizə deyir ki, metafaza mərhələsində hüceyrəsində 52 xromatid olan heyvan. Metafaza mərhələsi budur. Burada xromatid sayını bizə göstərir. Bax, bu 4S. Yazırıq 4S bərabərdir 52-yə. Buradan S-ni neçə taparıq? Deməli, 13 taparıq. Düzdürmü? S-ni tapdıq 13. Bizdən nəyi soruşur? Heyvanın qametində neçə xromosom olmalıdır? Qametdə haploid olur. Yəni diploid olmur heç vaxt. Ona görə S də haploid sayda olduğu üçün, yəni elə heyvanın qametindəki xromosom sayda olacaq 13. Keçək digər suala. Buranı silək. Yenə elə bir sualdır. Bu səfər deyir ki, metafaza mərhələsində hüceyrəsi 48 xromatiddə olan heyvanın qametində neçə xromosom olmalıdır? Bayaq yazdıq fazaların hamısını. Artıq avtomatik bilirik ki, metafaza mərhələsində 2n4s yazmalıyıq. Yenə 4s bizim xromatid sayımızı göstərir. 4s bərabərdir 48-dirsə, buradan s neçəyə bərabər olar? 12-yə. Baxıram yenə nəyi soruşur? Diqqətli olmalıyıq, çünki İkinci hissəni fərqli soruşa bilər. Amma yenə fərqli soruşmur. Elə heyvan qamətində neçə xromosom olmalıdır deyir. Yenə haploidi götürürük. 12 xromosom olacaq. 115-ə baxırıq. Drozofil milçəyində xromosomların haploid dəsti şimpanzenin haploid xromosom dəstindən neçə dəfə azdır? Şimpanzeni özü verib bizə 2n bərabərdir 48 verib. 2n bərabərdir 48 isə, baxın, diqqətli olaq, hər ikisində haploiddən bəhs eləyir bizdə. Şimpanzedə diploid 48 isə, haploid olacaq 24. Drozofil milçəyində diploid xromosom dəsti 8-dir. Onda haploid xromosom dəsti olacaq 4. Deyir ki, neçə dəfə azdır? 24 budur, 4 budur. Deməli, 6 dəfə az olacaq. 116 da eyni ilə onu oxşuyur. Silək yenə. Bu səfər bizə deyir ki, drozofil milçəyində xromosomların haploid dəsti şimpanzenin diploid xromosom dəstindən neçə dəfə azdır? Drozofilin yenə yazaq. 2n bərabərdir 8 oldu diploidi. Deməli, haploid dəsti olacaq 4. Şimpanzenin diploidin elə özü bizə verdiyi kimi götürürük. 48 götürürük. 4 48-dən neçə dəfə azdır? 12 dəfə az olacaq.
Baxırıq 117-ci suala. A-nı hesablayın deyir. Pişiyin bir nüvəli quyruq hüceyrəsində xromosomların sayı stokinez başladığı anda 76 olub, intervazanın sonunda isə A-dır. Bizdən də bunu soruşur. Stokinez başladığı anda stokinez hansı fazada baş verir? Telefazada başlayır, düzdür? Telefazada hələ ki bu hüceyrələr tam bölünməyib. Yəni bir qismi xromosomların bir qismi bu qütbdədir, bir qismi də bu qütbdədir. Yəni hələ ki bölünmə tam baş verməyib də, düzdürmü? Ona görə biz bunu telefazada yox, ondan əvvəlki faza ilə götürəcəyik. Yəni anafazada. Mitozun anafazasında xromosom sayı neçə olur? 4-ün, xromatid sayı 4S olur. Bizdə xromosomların sayını 76 verib. Yəni 4N bərabərdir 76-dır. Aha. 4N 76-dırsa bunun diploid xromosom dəsti normal halda 2N bərabərdir 38 olacaq. İndi digər hissəyə baxırıq. İntervazanın sonunda isə A verir. İntervaza vergi bölmədən əvvəlki olan mərhələdir. Onda da 2N 4S olur. Bizdə də elə burada intervazda olan xromosom sayını soruşur. Yenə 2N-i götürürük. Buradan da onsuz da tapmışdıq diploidi. 2N bərabərdir 38-ə. Deməli, intervazanın sonunda xromosom sayı olacaq 38. Yəni A bərabərdir 38 xromosoma. Keçək növbəti suala. Meyozun ikinci bölünməsinin anafaza mərhələsinin sonunda hüceyrədə xromosom, DNT molekullarının və xromatidlərinin cəmi 144 olan canlının yumurta hüceyrəsindəki xromosomların sayını müəyyən edin. Meyoz 2-də necə daxil olur meyoz 2-yə? N2S, N2S, 2N, 2S, NS bu cürdə bitir, düzdür. Bizə meyozun ikinci bölünməsinin anafaza mərhələsindən danışır. Yəni xromosom sayı 2N-dir, xromatid sayı 2S-dir. İkilərini götürəcəyik. Baxırıq indi. Birinci deyir ki, xromosom sayı 2N ya da 2X yazaq elə. 2X üstə gəl. DNT molekullarının sayı yenə 2X üstə gəl. Xromatidlərin sayı. Xromatid də bilirsinizsə DNT ilə bərabər olur. Yəni 2S həm xromatiddir, həm DNT molekullardır. 2X olacaq xromatidlər. Bərabər eləyirik 144-ə. 6X bərabərdir 144-dürsə, buradan X bərabər olacaq neçəyə? 24. X-i tapdıq 24-dür. Baxaq bizdə nəyi soruşur? Yenidən oxuyuruq. Canlının yumurta hüceyrəsindəki xromosomların sayını müəyyən edin. Yumurta hüceyrəsinin xromosom dəsti bilirsiniz ki, haploid olur. Yəni N-lə işarə olunur. N də bərabər olacaq 24-ə. Bunu da silək. Keçək növbəti sualımıza. Mitozun anafaza mərhələsinin sonunda hüceyrədə xromosom, DNT molekullarının və xromatidlərinin cəmi 288 olan canlının yumurta hüceyrəsində xromatidlərin cəmini tapın. Mitozun fazalarını yazacağıq. Buradan üstündən yazaq elə. 2N4S, 2N4S, 4N4S, 2N, 2S, düzdürmü? Mitozun anafazasına söhbət gedir. Yəni xromosom sayı 4N, xromatid və DNT molekullarının sayı 4S olacaq. İndi bayaqki qaydanı hesablayırıq. 4N üstə gəl, DNT molekulları 4N, xromatid sayı 4N. Cəmi deyir 288 imiş. 12N bərabərdir 288-dirsə, buradan N neçə olacaq? N olacaq 24. Aha. Baxaq bizdən. N bərabərdir 24 aldıq. Baxırıq yenə yumurta hüceyrəsində xromatidlərin sayını hesablayın deyir. Yenə də cavab olacaq elə 24. Keçək 120-ci suala baxaq. Yumurtalıqlarda və toxumluqlarda baş verən meyoz nəticəsində cəmi 20 qamet əmələ gəlmişdir. Əgər meyoz prosesində məruz qalmış ilkin erkək və dişi cinsi hüceyrələrinin sayının bərabər olduğunu nəzərə alsaq, alınmış qametlərdən neçəsi yumurta hüceyrə olar? Bərabər sayda giribdir hər ikisi. Yəni bunu elə bir dənə götürək. Tutaq ki, bir dənə dişinin yetişmə zonasına girib, bir dənə də erkəyin. Dişidə necə olacaq? 4 dənə hüceyrə yaranacaq.
Bizim sualımız qametlərlə əlaqəlidir. Biz də bilirik ki, burada 3 dənəsi yönəlci cisimcikdir. Bunu nəzərə almırıq. Burada bir dənə bu qalır. Qamət. Baxaq indi. Erkəkdə necə olur? Bir dənə hüceyrə girdi yetişmə zonasına. Yenə 4 dənə hüceyrə yaranacaq. Və bunların 4'ü də qamət olacaq. Baxın, buradan belə quyruq kimi çəkirəm ki, artıq nəsə çəkməyə ehtiyac olmasın. Yəni 4'ündən də spermatozoid inkişaf eləyəcək. Deməli, burada da bir hüceyrə girdi, amma 4 dənə qamət yarandı. Bunu elə x-dən götürə bilərik. Baxın, bir hüceyrə, bir qamət burada, bir hüceyrə, 4 qamət burada. Bu bir qaməti x olaraq götürürük, üstə gəl, 4 qaməti 4x olaraq götürürük. Çünki hər ikisində bir hüceyrə giribdir. Ona görə x-lər bərabər götürürük. Bərabər eləyirik 20 qamətə. 5x bərabərdir 20. X bərabərdir 4. Aha. Deməli, x-i aldıq 4. Yəni 4 dənə yumurta hüceyrə əmələ gəlibmiş. Deməli, 20 qamətin 4'ü yumurta hüceyrədirsə, 16 dənə də spermatozoid əmələ gəlibmiş. Bizdən də nəyi soruşur? Deyir ki, qametlərdən neçəsi yumurta hüceyrə olar? 4 dənəsi elə yumurta hüceyrə olacaq. Buranı silək yenə. Baxaq növbəti suala. Bir fərdin somatik hüceyrələrinin bölünməsi zamanı anafaza mərhələsinin sonunda görünən xromosomların sayı 36'dır. Bu fərddə cinsiyyət vəzlərinin yetişmə zonasının sonunda əmələ gələn yönəlci cisimciyin xromosom sayını təyin edin. Somatik hüceyrələrin bölünməsi zamanı deyirsə, deməli mitoz bölünmədən söhbət gedirmiş. Anafaza mərhələsinin sonunda. Anafazada 4'ün 4'si, görünən xromosom sayı 36'dır. 4'ün 4'si idi. Burada xromosom sayını göstərən 4'ün bərabərdir 36 imiş. Buradan n bərabərdir 9'dur. Aha, cinsiyyət vəzlərinin yetişmə zonasının sonunda əmələ gələn yönəlci cisimciyin xromosom sayını təyin edin. Yönəlci cisimciklər demir, sadəcə cisimciyin deyir. Yönəlci cisimciklərində xromosom sayı həmişə haploid olur. Yəni heç vaxt diploid olmur. Həm yumurta hüceyrənin, həm yönəlci cisimciklər haploid xromosom dəstə olur. N olduğuna görə elə n-imiz də bərabər oldu 9'a. Deməli 9 dənə xromosom varmış. Keçək növbəti suala. 122'ye baxırıq. Aha, bu suallar belə deyim, ilk baxışda böyük görsəndiyi üçün, bir də həm x, həm y, bunlar biraz qarışdığı üçün abituriyentlər bəzən görür ki, çətinlik çəkir. Amma diqqətdə olanda heç də çətinlik çəkiləcək bir sual deyil. Əksinə, bəzi o suallara baxanda bunlar çox-çox asan gəlir insana. Baxaq indi. Bizə nə deyir? Deyir ki, göyərçinin yumurtalığına yetişmə zonasında daxil olmuş hüceyrə sayı 30'dur. Əmələ gəlmiş bütün qametlərdəki Y cinsiyyət xromosomlarının sayı 25'dir. Bizdən də soruşur əmələ gəlmiş bütün yönəlci cisimciklərdəki Y cinsiyyət xromosomlarının sayını. Aha. Baxın, bayaq necə dedik? Bir dənə hüceyrə daxil olmuşdu yetişmə zonasına. Dedim ki, 4 dənə hüceyrə yaranır. Bu 4 hüceyrənin 3 dənəsi yönəlci cisimcikdir. Baxın, bu hissə. Bu bir dənəsi isə qametdir. İndi fərz eləyək ki, bura bir hüceyrə yox, 30 dənə hüceyrə daxil olub. Baxın, buraya yazıram. 30 hüceyrə daxil olub. Bir hüceyrə daxil olanda nəticədə neçə hüceyrə yaranırdı? 4 hüceyrə. İndi 30 hüceyrə daxil olubdursa, ümumilikdə neçə hüceyrə yaranmalıdır? Bunun 4 qatı, yəni 120 hüceyrə. Düzdürmü? Kənardan yazıram bunu. Ümumi 120 hüceyrə yaranmışdı. Biz də bilirik ki, həmişə X xromosomları ilə, yəni ümumi saydan söhbət gedir. Y xromosomlarının ümumi sayı bir-birinə bərabər olmalıdır. İndi burada 120 dənə hüceyrə var imişsə, deməli bunun 60 dənəsi X xromosomu daşıyırmış, 60 dənəsi isə Y xromosomu daşıyırmış. İndi bir dənə bunu silin buradan. Onsuz da bildik ki, ilk 3 dənəsi yönəlci cisimciymiş. Əmələ gəlmiş qametlərdəki Y cinsiyyət xromosomlarının sayı 25'dir deyir. Yəni bax burada bu qametlərdə 25 dənə Y xromosom varmış. Bizdə məlum oldu ki, bax bura yazdıq ki, 60 dənə ümumi Y-im olmalıdır. Əgər bu 60 Y xromosomunun 25 dənəsi bu qametdədirsə, deməli qalan 35 dənəsi düşür bu yönəlci cisimciklərin payına. Yəni yönəlci cisimciklərdə 35 dənə Y var imiş. Sonra baxaq bizdə nəyi soruşur? Əmələ gəlmiş bütün yönəlci cisimciklərdəki Y cinsiyyət xromosomlarının sayı. Elə bunu soruşur. Heç buradan o tərəfə getməyə ehtiyac yoxdur.
Yönəlci cisimciklərdəki Y cinsiyyət xromosomlarının sayını tapdıq ki, elə 35 imiş. Yəni cavabımız olacaq 35. Elə 125-ə qədər bu tiplilərdir. Bunların hamısına bir-bir baxaq. Ola bilər ki, bəzi məqamlarda fərqliliklər olsun. Baxaq 123-ə. Yenə bizə deyir ki, yetişmə zonasına daxil olmuş hüceyrənin sayı 30-dur. Yuxarıdan qoyaq. Çəkirəm yenə. 30 dənə hüceyrə daxil olub. Tez 30-u vururam 4-ə. Çünki bir dənə hüceyrə girəndə 4 dənə hüceyrə alınırdı sonuçda. 30 hüceyrə girəndə deməli 120 dənə hüceyrə alınacaq. Yenə eynisini yazıram. 60 dənəsi mütləq X olmalıdır. 60 dənəsi mütləq Y daşımalıdır. Bizə deyir ki, əmələ gəlmiş bütün qametlərdəki Y cinsiyyət xromosomlarının sayı 25-dir. Yenə qamətdən danışırıq. 25 dənə Y var. Bəs nəyi soruşur? Əmələ gəlmiş yönəlci cisimciklərdəki X cinsiyyət xromosomlarının sayını soruşur. Aha. Eyni ilə bayaqki qayda ilə gedirik. Heç bir dəyişiklik yoxdur. Ümumi 60 dənə Y-imiz var. Bu 60 Y-in 25 dənəsi düşür qametin payına. Bayaqki kimi 35 dənəsi isə düşəcək yönəlci cisimciklərin payına. İndi nəyə diqqət edirik? Baxın, yetişmə zonasına daxil olmuş hüceyrənin sayı ilə həmişə qametin sayı 1-in 1-ə nisbətində olur. Yəni demək istədiyim nədir? 30 dənə hüceyrə daxil olmuşdursa, deməli 30 dənə də qamet yaranacaq, düzdürmü? Bu 30 qametin 25 dənəsi Y cinsiyyət xromosomu daşıyır. Onda neçə dənəsi X cinsiyyət xromosomu daşıyacaq? 5 dənəsi. Deməli, yumurta hüceyrəndə 5 dənə X xromosomu var imiş. Buraya yazıram 5X. Burasını bir də deyirəm. 30 hüceyrə daxil olmuşdu. Deməli 30 dənə də yumurta hüceyrə yaranacaq. Bu 30 yumurta hüceyrənin 25 dənəsi Y cinsiyyət xromosomu daşıyır, 5 dənəsi isə X cinsiyyət xromosomu daşıyır. Burada yenə yazmışıq. Ümumilikdə 60 dənə X xromosomu olmalıdır. Bu 60 dənə X xromosomunun 5 dənəsi düşüb yumurta hüceyrənin payına. 60-dan 5-in çıxanda neçəsi qalır? 55 dənə. Deməli 55 dənə də X düşüb yönəlci cisimciklərin payına. Bu qədər. Yəni zetimizin qiyməti olacaq burada 55. Daha sonra yenə buranı silək. Mən sizə deyirdim 125-ə qədər baxım. Amma 125-ə qədər demək olar ki, eyni sayda veribdi. Bir dənə 126-ya da baxaq. Çünki burada fərqli göstərir. 40 dənə hüceyrə daxil olub deyir. Baxaq. Daxil olmuş hüceyrənin sayı 40-dır. Əvvəlcə 1 dənə üçün yazırıq. 4 dənə hüceyrə alındı. Əgər 40 dənə hüceyrə daxil olursa bura, onda nəticədə neçə hüceyrə alınmalıdır? Bunun 4 qatı qədər. Yəni 160. Ümumi 160 hüceyrənin 80-i, dəqiqə buradan yazmaq olmadı. Yuxarıdan yazaq ən yaxşısı. 160 hüceyrənin 80 dənəsi X olacaq. 80 dənəsi Y olacaq. Bizə nə deyir? Əmələ gəlmiş bütün qametlərdəki X cinsiyyət xromosomlarının sayı 10-dur. Qamet budur, düzdürmü? Bax, bu qametdir. Bunun 10 dənəsi, yəni ümumilikdə bunlar 10 dənə X xromosom daşıyır. Baxıram ki, ümumilikdə 40 hüceyrə daxil olmuşdu yetişmə zonasına. Deməli, bayaqki qayda ilə 40 dənə də yumurta hüceyrə alınacaq. Bu 40 yumurta hüceyrənin 10 dənəsi X daşıyırsa, deməli, 30 dənəsi də Y daşıyacaq. İndi baxırıq, gəldik yönəlci cisimciklərə. Ümumilikdə 80 dənə Y xromosomu var mənim. Bu 80 Y xromosomunun 30 dənəsi düşüb yumurta hüceyrənin payına. Deməli, 50 Y düşür yönəlci cisimciklərin payına. X-i də tapaq bir dəfəlik. Ümumi 80 dənə də X-imiz var. 10 X düşüb yumurta hüceyrənin payına. Deməli, yönəlci cisimciklərə qalır 70 X. Bu qədər. Bizdən nəyi soruşur? Yönəlci cisimciklərdəki Y cinsiyyət xromosomlarının sayını, 50 dənə Y cinsiyyət xromosomu var imiş.